Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Söz verdiyimiz kimi abituriyentlərə dəstək məqsədi ilə, nəinki abituriyentlərə, eyni zamanda informatika müəllimlərinə nüvə sertifikasıya hazırlaşan və ya ümumiyyətlə informatika öyrənmək istəyən şəxslərə dəstək məqsədi ilə video izahlarımız davam eləyir. Hal-hazırda davam eləyirik biz Dövlət İmtahan Mərkəzinin informatika fənnindən yeni nəşrdən çıxartdığı 20 variantlı sınaq kitabçasının sayca 3-cü sınağı ilə mövzu sınağıdır. Mövzumuz modelləşdirmədir. Sual izahlarına keçmədən öncə bir daha xatırlatmaq istəyirəm ki, blok imtahanında informatika fənnindən hazırlaşmaq istəyən abituriyentlərə qısa müddətdə proqramı tam bitirib təkrar eləmək üçün sıfırdan başlayan yeni sürət qruplarımız mövcuddur. Əgər informatika ilə bağlı hər hansısa bir probleminiz varsa, mövzuları mənimsəməkdə çətinlik çəkirsinizsə, qısa müddətdə yaxşı nəticələr əldə eləmək istəyirsinizsə, bizə müraciət edə bilərsiniz. Sürət qruplarımıza qoşula bilərsiniz. Bundan əlavə olaraq, abituriyentlər sınaq qruplarımıza qatılaraq öz biliklərini möhkəmləndirə bilərlər. Bununla bağlı əlaqə nömrəsi yerləşdirilibdir. Həmin əlaqə nömrəsi ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz. İndi isə keçirik sınaq izahımıza. Deməli belə. Deməli, mövzumuz modelləşdirmə. Başlayaq modelləşdirmə ilə bağlı sualları izah eləməyə. Deyir ki, birinci sualda qonşuluq siyahısına görə qrafın tillərinin sayını müəyyən edin. Deməli, biz gəlib burada nə deyirik? Baxırıq, A təpəsindən A-ya, B-yə, D-yə və C-yə getmək mümkündür. Deməli, A təpəsindən A-ya getmək mümkündürsə, bu A təpəsindən özündə bir ilgək var və A-dan B-yə getmək mümkündür, A-dan C-yə getmək mümkündür və bir də A-dan D-yə getmək mümkündür. A-dan D-yə getmək mümkündür. A-dan da A-ya da getmək mümkündür. Bu təpədə bir ilgək var. İndi gəldik. B-dən A-ya və C-yə getmək mümkündür. Daha sonra C-dən A-ya getmək mümkündür. C-dən C-yə də getmək mümkündür. Deməli, C təpəsində də bir ilgək var. Və C-dən D-yə də getmək mümkündür. C-dən B-yə də getmək mümkündür. D-dən isə A-ya və C-yə getmək mümkündür. Qrafın tillərinin sayını istəyir. İlgəkləri də til kimi saymalısınız. Çünki ilgəyin tərifində deyir ki, əgər təpədən çıxan til yenidən eyni təpəyə qayıdırsa, bu ilgəkdir. Yəni, ilgəyin özü bir tildir. Bunu çarpmayın, qarışdırmayın. Ona görə siz gəlirsiniz, burada sayırsınız 1, 2, 3, 4, 5, 6, 7 til var. Birinci sualımızın cavabı bizdə olasıdır B variantı. Sonra gəlib baxırıq ikinci suala. İkinci sualda bizə nə deyir? Deyir ki, A təpəsindən G təpəsinə Y təpəsindən keçməklə gedən müxtəlif yolların sayını tapın. Deməli, mən mütləq Y təpəsindən keçməliyəm də G-yə getmək üçün. Deməli, mən gəlirəm burada. Onda digər təpələrdən G-yə gedən yolları qaralayıram. Yəni, silirəm nəzərə almamaq üçün. Məsələn, mən mütləq Y təpəsindən keçməklə deyir. Y təpəsindən keçməliyəm. Mən A-dan B-yə gəlib, B-dən G-yə birbaşa gedə bilməyəcəm. Bu yolu burada qaralayıram ki, bu yolu nəzərə almayım. Sonra, məsələn, mən A-dan tutaq ki, B-yə, B-dən C-yə gəldim. Bax, burada D-yə gedəndə D-dən, yəni bu D-yə gedən yolları nəzərə, D-dən G-yə yol var. Bax, bu D-dən G-yə gedən yolu nəzərə almamalıyam. Çünki belə deyək də, daha doğrusu nəzərə almalıyam. Sadəcə birbaşa D-dən gedən yolu nəzərə almıram da mən burada. Yəni, mən mütləq orada gəlib Y-dən keçib G-yə getməliyəm. Ona görə, bax, mən əslində bu yolu qaralamalıyam. Bax, bu C-dən D-yə gedən yol Y-dən keçmir deyə, bax, bir də bu yolu qaralayıram ki, buradan birbaşa C-yə gedə bilməyim. Gəlim Y-dən keçim, Y-dən C-yə gedim. Bu yolları qaraladım. İndi gələk baxaq. Sayaq. A-dan G-yə. Bax, mən D-dən G-yə neçə yolla gedə bilərəm? D-dən G-yə getmək üçün bir dənə yolum var. Daha doğrusu, bir yox, iki yolum var. Bir, D-dən birbaşa G-yə gedə bilərəm. Bir də gəlib F-dən keçib G-yə gedə bilərəm. F-dən G-yə də sadəcə bir yolum var getmək üçün. Y-dən G-yə, D-yə gəlsəm 2 seçimim var. F-ə gəlsəm 1 seçimim var. Bu 3, bir də Y-dən G-yə birbaşa yol var deyə Y-dən G-yə getmək üçün 4 dənə yolumuz var. İndi gəldik.
Onda mən C-dən C-yə neçə yolla gedə bilərəm? C-dən C-yə ancaq gəlib Y-dən keçib getməliyəm. Y-də 4 seçim varsa, onda C-nin də 4 dənə seçimi olacaq getmək üçün. Onda mən B-dən C-yə neçə yolla gedə bilərəm? B-dən C-yə getmək üçün mütləq gəlib C-dən keçməliyəm. C-də 4 seçim varsa, onda B-də də 4 dənə seçim olacaq. Onda mən A-dan C-yə getmək üçün B-yə gəlməliyəm, 4 seçim var. Y-yə gəlməliyəm, 4 seçim var. C-yə gəlməliyəm, 4 seçim var. 4, 4, 4. Bunları da cəmləyirəm, bu da mənə verir 12. Deməli, mən A-dan C-yə getmək üçün 12 müxtəlif yoldan istifadə eləyə bilərəm. Hansı ki, o yollarda biz mütləq Y təpəsindən keçirik. Yəni, birbaşa D-dən, məsələn, buradan birbaşa D-yə gəlib C-ni və yaxud B-yə gəlib B-dən C-ni keçdiyim yolları nəzərə almadım. Üçüncü sualda bizə nə deyir? 1, 3, 5 rəqəmlərindən təşkil olunmuş bütün 3 rəqəmli ədədlər ağac modeli ilə ifadə olunarsa, bu modelin sonuncu səviyyəsində olan təpələrin sayını müəyyən edin. Ədədlər daxilində 1, 3 rəqəmləri təkrarlanmır. Gəlin baxaq, 3 rəqəmli ədədlər ağac modeli ilə verək. Məsələn, mən düşünürəm ki, ədədimin və mənə deyir ki, ədəddə 1 və 3 rəqəmləri təkrarlanmır, amma 5 təkrarlana bilər. Deməli, mən düşünürəm, birinci, mənim yüzlük mərtəbəm 1 olsa, mənim onluq mərtəbəmdə nə ola bilər? 3 ola bilər və bir də 5 ola bilər onluq mərtəbələrimdə. İndi gəlin baxaq. Məndə ədəddə 3 ilə 1 təkrarlanmamalıdır. Onda mənim yüzlüyüm 1, onluğum 3 olsa, təhliyim yalnız 5 olmalıdır. 1 və 3-dən hər hansısa biri ola bilməz. Çünki deyir ki, 1 və 3 rəqəmləri təkrarlanmaz. Amma mənim 1, 5, burada təhliyim 3 də ola bilər, burada təhliyim 5 də ola bilər. 5 təkrarlana bilər axı. Deməli, mən 135, 153 və 155 düzəldə bilirəm. Yüzlüyüm 1 olarsa. İndi gəlin düşünək ki, yüzlüyümüz 3-dür. Yüzlüyümüz 3 olsa, onluğumuz ya 1 olmalıdır, ya 5 olmalıdır. Onluğumuz 1 olarsa, təkliyimiz mütləq 5 olacaq. Onluğumuz 5 olarsa, təkliyimiz 1 də ola bilər, 5 də ola bilər. Çünki 5 təkrarlana bilər, 1 ilə 3 təkrarlana bilməz. Mən 315, 351, bir də 355 düzəldə bilərəm. İndi gəlib baxıram, yüzlüyüm 5 olsa, onluğum 1 də ola bilər, 3 də ola bilər, 5 də ola bilər. Əgər mənim onluğum 1 olsa, təkliyim ya 3 ola bilər, ya 5 ola bilər. Təkrarlana bilər axı 5. Əgər mənim onluğum 3 olsa, təkliyim ya 1 ola bilər, ya 5 ola bilər. Əgər mənim onluğum 5 olsa, təkliyim 1 də ola bilər, 3 də ola bilər, 5 də ola bilər. Yəni mən 513, 515, 531, 535, 551, 553, 555 hər birini yaza bilərəm. Məndən nə istəyirdi? Bu modelin sonuncu səviyyəsində olan təpələrinin sayı. Saysaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. Burada da sualımızın cavabı bizdə olasıdır. Üçüncü sualda C variantı. Gəlib baxırıq dördüncü sualımıza. Verilmiş qrafın qonşuluq siyahısını müəyyən edin. Deməli, burada məsələn A variantına baxsaq, A-dan B-yə, C-yə, Y-yə yol var. Bu düzdür. Yəni, A-dan A B ilə qonşudur, A Y ilə qonşudur, A C ilə qonşudur. İndi B-nin qonşularına baxıram. B A-la qonşudur. B C ilə qonşudur. B D ilə qonşudur. B, Y ilə qonşudur. Bu da düzdür. Sonra C-nin qonşularına baxıram. C, A-la qonşudur. C, F-lə, C-nin F-lə qonşuluğu var. C, D ilə qonşudur. Və C, B ilə qonşudur. Yəni, bu da doğrudur. D-yə baxıram. D, C ilə, B ilə, Y ilə qonşudur, düzdür. Y-yə baxıram. Y, A-la qonşudur. B ilə qonşudur. Daha sonra D ilə də qonşudur, F ilə də qonşudur. Bu da doğrudur. F-ə baxsam, F də C ilə və Y ilə qonşudur. Yəni, burada doğru cavab A variantı. Digərlərinə baxmağa ehtiyac yoxdur. Dördüncü sualda cavabımız olur A. Beşinci sualda nə deyir? Verilmiş qonşuluq matrisinə uyğun qrafı müəyyən edin. Deməli, baxırıq biz burada A-dan B-yə və D-yə yol var. Baxaq görək buradakı variantlarda A-dan B-yə, D-yə, burada da B-yə, D-yə yol var, burada da B-yə, D-yə yol var. Bax, bu D variantı olmayacaq.
Çünki burada A'dan D'ye yol yoxdur. A'dan F'e yol var. Burada da A'dan F'e yol var. Qalanlarında A'dan, yəni yol var da dediyim nədir? A ilə B-nin kəsişməsinə və A ilə D-nin kəsişməsinə 1 yazıbsa, yəni A təpəsindən B və D təpələrinə yol gedir. Bu qalan 3 variantda A'dan B təpəsinə də D təpəsinə də yol gedir. Sonra gəlib baxıram B təpəsinə. B-dən A-ya, C-yə, D-yə və F-ə. B-dən A-ya, C-yə, D-yə və F-ə. İndi gəlib baxıram. B-dən A-ya, C-yə, D-yə, F-ə. Burada da B-dən A-ya, C-yə, D-yə, F-ə. Burada da B-dən A-ya, C-yə, F-ə. Bax, burada B-dən D-yə görürsünüz. Baba, burada B-dən D-yə yolun olduğu qeyd olunubdur. Baba, A'ya yol var, C'ye yol var, D'ye yol var, F'e yol var. Bax, bir dənə burada fikir versəniz C variantında B'dən A'ya, C'ye, F'e yol var. B'dən D'ye görürsünüz, yol qeyd olunmayıbdır. Deməli, bu C variantı da çıxdı. Qalırıq bu iki variantın arasında. İndi gəldik, baxdıq. Bunlarda fərq nədir? C-dən Y-yə birində yol var, birində C-dən Y-yə yol yoxdur deyə. Elə mən C-Y əlaqəsinə baxıram. Baxıram, mənim cədvəlimdə, qonşuluq matrisimdə SY arasında əlaqə var, SY arasında yol var. Gəlirəm buradan variantlardan fikir verirəm ki, B variantında S ilə Y-nin arasında yol yoxdur. Deməli, B variantı yanlışdır. Burada da cavabımız nə olacaq? A variantı olacaq. Sonra baxırıq 6-cı suala. 6-cı sualda bizə deyir ki, A, B, C, D, E, F təpələrindən ibarət qraf verilib. Qrafın çəki matrisinə təpələr 1, 2, 3, 4, 5, 6 rəqəmləri ilə işarələnmişdir. Qrafda hansı təpənin hansı rəqəmlə ifadə olunduğu öncədən məlum deyil. Deyir ki, bunu təyin edərək A təpəsindən Y təpəsinə ən qısa yolun uzunluğunu müəyyən edin. Deməli, burada bu tipli suallar topluda var. Deməli, biz gəlib nə edirik? Baxın, burada burada qeyd olunan, bir də burada qeyd olunan rəqəmlər aşağıdakı qrafın təpələridir. Biz indi onları müəyyənləşdirəsirik. Necə müəyyənləşdirəsirik? Gələk baxaq. Deməli, mən baxıram ki, F təpəsinin bir dənə əlaqəsi var. Burada bir dənə əlaqəsi olan və bu 1-in 3 təpə ilə əlaqəsi var. 2-nin 2 təpə ilə əlaqəsi var. 3-ün 4 təpə ilə əlaqəsi var. Bir dənə bu 4-ə baxın. 4-ün cəmi bir dənə təpə ilə əlaqəsi var. Deməli, bu 4 bir təpə ilə əlaqəsi olan F olmalıdır. Bu 4-ün yanına yazdım F. Bu 4-ün də yanına gətirdim, yazdım F. F nə ilə əlaqəlidir? F C ilə əlaqəlidir. F-in əlaqəsi nə iləndir? 4-ün əlaqəsi nə iləndir? 5 ilə. Deməli, bu 5 C-dir. 5-lərin də yanına yazdım C. Deməli, F ilə C-nin arası olacaq 20. F ilə C-nin arası. İndi C-dən gedir Y-yə, A-ya, bir də D-yə əlaqə. C-dən Y-yə. Y 2 təpə ilə əlaqəlidir. İndi baxıram ki, C-nin əlaqəli olduğu bu 1, 3 təpə ilə əlaqəlidir. C-nin əlaqəli olduğu bu 2, 2 təpə ilə əlaqəlidir. Doğrudan da Y də 2 təpə ilə əlaqəlidir. Bax, buradakı bu 2 də 2 təpə ilə əlaqəlidir. Deməli, onda mən 2-ni Y götürə bilərəm. 2-yə gəldim, Y dedim, 2-yə Y dedim. Onda C-nin əlaqəli olduğu 3 təpəlidə D idi. Onda 1-ə də gəlib D deyə bilərəm. 1-ə buradan da gəldim D dedim. Onda C-nin əlaqəli olduğu 4 təpəlidə A-dır. C-nin əlaqəli olduğu 4 təpəlidə D baba buradadır. 3. 3-ə də gəlib A deyə bilərəm. Onda məndə nə qaldı? D, Y, A, F, C. Deməli, 6 da mütləq B olasıdır. Aha, mən aşağıdakı qrafla yuxarıdakı cədvəlimi əlaqələndirdim. Məndən nə istəyirdi? A təpəsindən Y təpəsinə ən qısa yolun uzunluğunu tapın. İndi mən gələrəm burada nə edərəm? Bunların bu çəkilərin qeyd eləyərəm. A-dan D-yə 6, A-dan D-yə 6. Sonra D-dən C-yə 4, D-dən C-yə 4. Daha sonra A-dan C-yə, A-dan C-yə 15, A-dan C-yə 15. Y-dən C-yə, Y-dən C-yə 12, Y-dən C-yə 12. Daha sonra A-dan Y-yə, A-dan Y-yə 25, A-dan Y-yə 25. Bir dənə qaldı A-dan B-yə. A-dan B-yə məsafə 10-dur və B-dən də D-yə, B-dən də D-yə məsafə 6-dır. Bizdən sualda nə istəyirdi? A təpəsindən Y təpəsinə ən qısa yolun uzunluğunu müəyyən edin. Deməli, burada
A-dan Y-yə. Variantların arasında 20 var, 22 var. Baxaq görək nə edə bilirik. A-dan Y-yə birbaşa yol 25-dir. A-dan Y-yə birbaşa getsəm 25-dir yolun uzunluğu. Görün bundan qısa yol tapa bilərəm. A-dan C-yə, C-dən Y-yə getsəm, yəni məsələn A-dan C-yə, C-dən Y-yə getsəm, bu 25-dən böyük olacaq. Bu olacaq 27. Çünki 15 buradan, 12 buradan. Amma belə getsəm, A-dan D-yə getsəm, D-dən C-yə getsəm, C-dən Y-yə getsəm, A-dan D-yə 6, 4, 12. 6, 4, 10, 10, 12, 22. Yəni bu yolla getsəm, A-dan D-yə, D-dən C-yə, C-dən Y-yə. Artıq digər yolları yazmağın mənası qalmır. Çünki mən A-dan D-yə, D-dən C-yə, C-dən Y-yə. Mən məsələn burada A-dan B-yə 10, bu tərəfə yazsam 16, gərək bu tərəfə də getsəm böyüyəcək. Deməli elə ən qısa yolun uzunluğu olacaq 22. Yəni digər yolları yazsaz 22-dən kiçik variant ala bilməyəsiniz. Sonra qıraqda dövrlərin sayını müəyyən edin. Dövr nədir? Dövr hər hansısa bir təpədən çıxırsan, yolla qayıdıb, yəni getdiyin yollarla eyni təpəyə qayıda bilirsənsə, o bir qıraqda bir dövrə sayılır. İndi gəlin görək biz hansı dövrələri qura bilirik. Məsələn, mən dövrələri yazıram. A-dan B-yə gedə bilərəm, B-dən D-yə gedə bilərəm, D-dən A-ya qayıda bilərəm. Bu bir dövrədir. A-dan B-yə, B-dən D-yə, D-dən A-ya. Daha sonra mən A-dan D-yə gedə bilərəm, D-dən F-ə gedə bilərəm, F-dən A-ya qayıda bilərəm. Bu ikinci dövrədir. 1, 2. Sonra mən nə edə bilərəm? Mən A-dan Y-yə gedə bilərəm, Y-dən C-yə gedə bilərəm, C-dən F-ə gedə bilərəm, F-dən də təzədən A-ya qayıda bilərəm. Bu üçüncü dövrədir. Ondan sonra mən A-dan B-yə gedə bilərəm. B-dən deməli D-yə gedə bilərəm. D-yə. D-dən F-ə gedə bilərəm. F-ə. A, B, D, F. Sonra təzədən A-ya qayıda bilərəm. Bu dördüncüdür. İndi gələk baxaq görək başqa hansından. Başqa nə yazmaq olar? A-dan D-yə gedə bilərəm. D-dən F-ə gedə bilərəm. F-dən C-yə gedə bilərəm. C-dən Y-yə gedə bilərəm, Y-dən A-ya gedə bilərəm. Birini də yazmaq olar hətta. A-dan B-yə gedərəm, B-dən D-yə gedərəm. D-dən F-ə, F-ə. F-dən C-yə, C-dən Y-yə, Y-dən də A-ya gedə bilərəm. Deməli, məndə 1, 2, 3, 4, 5, 6 dənə dövrə oldu. 7-ci sualda da cavabım nə olur? Y variantı olur. 8-ci sualda nədir? A təpəsindən F təpəsinə D təpəsindən keçməyən müxtəlif yolların sayını müəyyən edin. Deməli, mən A-dan F-ə yolların sayını tapmalıyam, amma onların içərisində mən D təpəsindən keçməməliyəm. Deməli, mən D-yə gələn yolları silməliyəm və D-dən çıxan yolları silməliyəm F-ə getmək üçün. Bax, burada B gəlir D-yə və D-dən yol çıxır C-yə, bunları nəzərə almayacağım. Buradan da D-dən Y-yə gələn yolu nəzərə almamalıyam. Və D-dən burada C-yə də gələn yolu nəzərə almamalıyam. Çünki mənim D-yə istiqamətim yoxdur. D təpəsindən keçməyən yollar deyir. İndi gələk baxaq, bunu nətər hesablaya bilərik? Mən F-ə gedirəmsə, axırdan əvvələ gedirəm. C-dən F-ə neçə yolla gedə bilərəm? C-dən F-ə getmək üçün cəmi bircə dənə yolum var. C-dən F-ə bir yolla gedirəm. Bəs mən Y-dən F-ə neçə yolla gedə bilərəm? Y-dən də F-ə cəmi bir dənə yolla gedə bilərəm. Bəs mən C-dən F-ə neçə yolla gedə bilərəm? Y-dən keçməklə və birbaşa gedə bilərəm. C-dən F-ə 2 yolla gedə bilərəm. İndi gəldik, baxdıq. Bəs mən B-dən F-ə neçə yolla gedə bilərəm? Əgər mən birbaşa C-yə gəlsəm bir yolla, Y-yə gəlsəm bir yolla, C-yə də gəlsəm 2 yolla. Yəni, ümumilikdə mən B-dən F-ə getmək üçün 1, 1, 2, B-dən F-ə 4 yolla gedə bilərəm. Onda mən A-dan F-ə neçə yolla gedə bilərəm? B-yə gəlsəm 4, Y-yə də gəlsəm 1 yolla, ümumilikdə A-dan F-ə 5 yolla gedə bilərəm. 8-ci sualda da cavabımız olasıdır A variantı. İndi gəldik, baxdıq 9-cu suala.
Deyir ki, proqram yalnız 2-yə vurma və 3% çıxma əməllərini yerinə yetirir. 7 ədədindən 20 ədədini almaq üçün proqrama ən az neçə əmr yerinə yetirilməlidir? Yəni biz 7-dən 20-ni almalıyıq. Əməliyyatlarımız 2-yə vurma və 3 çıxmadır. Bunu ən az hansı sayda əməliyyatla eləmək olar? Ə, indi gələk baxaq. Məsələn, mən başlasam misal üçün 7 çıx 3. Bunu buradan kənardan yazıram. 7 çıx 3. Bu mənə verəcək 4. Bir dəfə bir əməliyyatım budur. Sonra desəm ki, məsələn, 4 vur 2, 4-ü 2-yə vursam bu eləyir 8. İndi gəlib baxsam, bu ikinci əməliyyatımdır. 8-dən 3 çıxsam, məsələn, bu mənə verər 5. Bu üçüncü əməliyyatımdır. İndi 5-dən 20 almaq rahatdır axı. 2-yə vurma var çünki məndə. 5-i bir dəfə 2-yə vuraram 10. Onu da gəlib bir dəfə 2-yə vuraram. Bu da mənə verər 20. Deməli, mən 1, 2, 3, 4, 5 dənə əməliyyat elədim. Ancaq 3 çıxma və 2 vurma ilə. Elə variantların da arasında ən kiçik, ən az neçə əmr? Mən ən az 5 dənə əmrdən istifadə elədim. Sualımın da cavabı olasıdır 9-da, C variantı 5. Deyir ki, çəkili qıraqda A təpəsindən K təpəsinə gedən ən qısa yolu müəyyən edin. Deməli, gəlin baxaq. Bax, biz elə burada baxanda A-dan K-ya getmək üçün A-dan D-yə gedə bilərik, D-dən K-ya gedə bilərik. Bu yolun uzunluğu olacaq 18, 7 və 11. Sonra mən A-dan K-ya getmək üçün A-dan B-yə, B-dən C-yə, C-dən K-ya gedə bilərəm. Gəldim, məsələn, A-dan B-yə, B-dən C-yə, C-dən K-ya gedə bilərəm. Bu da A-dan B-yə 6, B-dən C-yə 7, 6, 7, 13, 6, 7, 13. 4 da burada, bu da mənə verəsidir 17. Burada gəldim, 17 aldım. Başqa bir də gözümə daha kiçik bir bax burada bu deyir. A-dan D-yə gedə bilərəm. D-dən C-yə və C-dən K-ya gedə bilərəm. A-dan D-yə 7, D-dən C-yə 4, 11, 4 da burada. Burada gəlib alıram 15. Deməli, elə ən kiçik yol variantlarının arasında ən kiçik 15-dir. Qalan hallara baxmıram. 10-cu sualda da cavabım C variantı olar. 11-ci suala baxıram. Nə deyir? Çəkili qıraqda ən uzun dövrənin ölçüsünü müəyyən edin. Ən uzun dövrənin ölçüsünü müəyyən edin. Deməli, biz burada ən uzun dövrə deyirsə, deməli, çalışmalıyıq ki, yəni ən çox təpədən keçək biz burada. Dövrə də bilirik də, təpədən yol çıxır, hərəkət eləyir, qayıdır təzədən təpənin özünə. Məsələn, mən dövrəmi ən uzun eləmək istəyirəmsə, e, gəlirəm, başlayıram. Məsələn, burada uzun yollardan istifadə eləməliyəm, değil mi? Məsələn, bu A-dan C-yə başlasam, A-dan C-yə yolun uzunluğu 18-dir. İndi mən C-dən Y-yə qayıda bilərəm, C-dən Y-yə. C-dən Y-yə yolun uzunluğu 5-dir. İndi Y-dən təzədən D-yə qayıda bilərəm, Y-dən D-yə. Y-dən D-yə yolun uzunluğu 11-dir. Y-dən D-yə yolun uzunluğu 11-dir. Ondan sonra D-dən B-yə qayıda bilərəm. D-dən B-yə. D-dən B-yə də yolun uzunluğu 14-dür və B-dən də A-ya qayıda bilərəm. B-dən də A-ya yolun uzunluğu 6-dır. Onda mən gəlsəm, yəni çalışdım ki, ən uzun yollardan istifadə edeyim. Çünki məndən ən uzun dövrəni istəyirdi. 18, 5, 23, 11, 34, 34 ilə də 14-ü toplayanda 48, 48 ilə də 6-nı toplayanda 54 eləyir. Elə burada da sualımızın variantları arasında baxsaq, ən böyük qiymət 54-dür. Deməli, 11-ci sualda da cavabımız A variantı olar. 12-ci suala baxsaq, qonşuluq matrisinə görə qonşuluq siyahısını müəyyən edin. Deməli, biz gəldik, baxdıq, variantlarla işləməliyik bunu ancaq. A, B ilə, D ilə, Y ilə qonşudur. Burada verib A-nın B ilə, D ilə, Y ilə qonşuluğun bu A variantında bu doğrudur. B nə ilə qonşudur? B A ilə, C ilə, D ilə, F ilə. B də A ilə, C ilə, D ilə, F ilə qonşudur. Bu da doğrudur. C nə ilə qonşudur? C, B və Y ilə qonşudur.
Burada da C-nin B və Y ilə qonşuluğunu görürəm. D nə ilə qonşudur? A, B, Y, F ilə. D də A, B, Y, F ilə qonşudur. Elə yəqin ki, bu olacaq. Y, A, C, D ilə qonşudur. Y, A, C, D ilə qonşudur. Və F nə ilə qonşudur? F də B və D ilə qonşudur. 12-ci sualda da cavabımız A variantı olur. 13-cü sualda nə deyir? A təpəsindən İ təpəsinə gedən müxtəlif yolların sayını müəyyən edin. Deməli, burada gəldik. Biz C-dən İ-yə neçə yolla gedə bilərik? C-dən İ-yə getmək üçün bir yolumuz var. H-dan İ-yə neçə yolla gedə bilərik? C-dən keçməklə və birbaşa. H-dan İ-yə 2 yolumuz var. Bəs biz Y-dən İ-yə neçə yolla gedə bilərik? Baxıram, C-dən 1, H-dan da 2. Deməli, biz bu 1 ilə bu 2-ni toplayırıq. Y-dən İ-yə 3 yolla gedə bilirik. Bəs, daha doğrusu, hətta 3 yox. Burada mən bunu nəzərimdən qaçırdım. Burada F-dən İ-yə yol var əvvəlcə. F-dən İ-yə, F-dən ancaq H-dan keçməklə İ-yə gedə bilirəm deyə. Onda F-dən də İ-yə 2 yol var. Onda Y-dən İ-yə getmək üçün biri burada, ikisi burada, ikisi də burada. Y-dən İ-yə getmək üçün 5 yoldan istifadə edirəm. Onda mən D-dən İ-yə getmək üçün Y və C-ni toplayıram. 6 yoldan istifadə edəcəyəm. B-dən İ-yə getmək üçün 6-sı burada, 5-i burada, ikisi də burada. 6, 5, 11, 2 də burada. 13 yoldan istifadə edirəm və C-də yalnız Y-dən keçib gedirəm deyə. Y-də 5 yol var deyə C-də də 5 yol olmuş olur. Onda A-dan İ-yə getmək üçün B-də 13, C-də 15. Cəmləyirəm 18 dənə yolla mən A-dan İ təpəsinə gedə bilərəm. 14-cü sualda prototip model münasibətini əks etdirmir. Prototip nədir? Orijinaldır. Model də prototip əsasında qurulan modeldir. Yəni, indi gəldik, baxdıq. Deyək ki, robotun quruluş sistemi. Bu, robot orijinaldır, robotun sistemi onun modelidir də. Yəni, bu münasibəti əks etdirir. Məktəb məktəbin şəkli. Şəkil məktəbin modelidir də. Yəni, bu da prototip modeli əks etdirir. Avtomobil, avtomobilin texniki təlimat kitabçası əks etdirir. Bina, binanın evakuasiya planı əks etdirir. Amma kompüterin prosessoru və yaddaş qurğuları, yəni kompüterin prosessoru və yaddaş qurğusu kompüterin modeli deyil. Yəni, əgər bu orijinaldırsa, sağ tərəfdəki model olmalıdır. Sol orijinal, sağ model. Burada prosessor və yaddaş qurğusu kompüter modeli deyil. 14-cü sualda cavabınız D variantı. Riyazi modeldir. Riyazi model nədir? Variantları nəzərdən keçirsəniz, D variantının doğru cavab olduğunu görə bilərsiniz. Obyektin elementləri arasında əlaqəni təlinliklər şəklində ifadə edən modeldir riyazi model. Obyektlər arasında əlaqə nə zaman ağac informasiya modeli ilə olur? Ağac informasiya modelinin strukturu iyerarxikdir. Yəni, obyektlər arasında iyerarxiya varsa, elə baxan kimi A variantında obyektlər arasında əlaqə iyerarxik struktura malik olduqda, onda biz ağac informasiya modelindən istifadə edirik. 17-ci sualda nə deyir bizə? Deyir ki, şagird çantasına 3 rəngdə qara, qırmızı və göy olmaqla qələmi, karandaşı, xətkeşi var. Şagird bu ləvazimatlardan fərqli rənglərdə və hərəsindən bir ədəd olmaqla. Fərqli rənglər götürməlidir və hərəsindən birini seçməlidir. Deyir ki, şagird bunu neçə üsulla seçə bilər? Məsələn, mən deyirəm ki, şagird birinci başlayır qələm seçməyə. Qarşısında 3 dənə rəngli qələmi var. Yəni, şagirdin burada neçə seçimi olacaq? 3 dənə seçimi olacaq. Göy qələm, qara qələm, qırmızı qələm. Yəni, şagirdin seçim sayına qədərdir? 3 dənədir. Şagird o üçünün arasından bir dənəsini götürüb seçəcək. Məsələn, seçdi qaranı. İndi şagird seçməlidir qələmdən sonra karandaş. Artıq şagird qara karandaşı seçə bilməz. Niyə? Deyir, axı fərqli rənglərdə hərəsindən bir dənə. Deməli, karandaş seçimi nədir? 2 dənə. Ya qırmızı karandaş seçməlidir, ya göy karandaş seçməlidir. Deməli, karandaş üçün oldu 2 dənə seçim. İndi, məsələn, fərz eləyək ki, şagird qırmızı karandaş seçdi. Yerdə qaldı xətkeş. Xətkeşi mütləq göy seçməlidir. Yerdə həmişə bir dənə seçim qalır şagirdə. Baxın, bir də deyirəm. Bir balaca riyazi kafa ilə yanaşmaq lazımdır buna. Bu tipli məsələlər
kombinatorik ehtimalda qarşınıza çıxıb çox böyük ehtimal ki, bu ləvazimatlardan fərqli rənglər və hərəsindən bir dənə. Şagird bütün qələmlərin, karandaşların, xəttkeşlərin düzür qabağına üç rəngli, qara, qırmızı, göy rəngdə. Şagird birinci qələmi seçir. Məsəl üçün, qələm olmasın, karandaş olmasın, xəttkeş olsun. Üç dənə seçimi var şagirdin. Ya qırmızısın, ya qarasın, ya göyün seçəcək. Fərz eləyək ki, qaranı seçdi. Yəni, əsas seçimi üç dənədir. Məsələn, qaranı seçdisə, artıq qara rəngdə nə xəttkeş, nə də karandaş seçə bilmir. Şagird karandaşı seçəndə iki rəng seçimi qalır. Məsələn, bu dəfə də qırmızını seçirsə, artıq xəttkeşə bir dənə rəng seçimi qalır. Bunları da gəlib toplayırsınız. 3, 2, 5, bir də burada 6, 17-ci sualda da cavabınız C variantı. 18-ci sualda doğru ifadələri müəyyən edin deyir. Bütün ağaclar qraf hesab olunur. Bəli, bütün ağaclar qrafdır, doğrudur. Əlaqəsiz qrafda dövrə ola bilməz. Əlaqəsiz qrafda dövrə ola bilər. Məsələn, tutaq ki, iki dənə müxtəlif qraf verilib sizə. Məsələn, tutaq ki, A, B və C, D. Məsələn, bu tam əlaqəli qraf deyil. Əlaqəli olmaq üçün bütün təpələr yollarla əlaqələnə bilməlidir. Məsələn, mən A təpəsindən D təpəsinə gedib çata bilmirəm. Yəni, məsələn, bu əlaqəsiz qraf sayılır. İndi mənə deyir ki, əlaqəsiz qrafda dövrə ola bilməz. Məsələn, fərz eləyək ki, mən gəlirəm burada, bu da əlaqəsiz qrafda, amma məsələn, bu əlaqəsiz qrafda burada dövrə verə bilirəm. Yəni, əlaqəsiz qrafda dövrə ola bilər. Sadəcə, bu biraz nəzəri olaraq sizi karıxdıra bilər. Çünki dimin nəzəriyyəsində əlaqəli qrafla bağlı bir balaca sıxıntı var. Yəni, nəzəri nöqteyi nəzərdən onu daha aydın yazmayıblar. Yəni, bu cümlə sizi karıxdıra bilər. Çünki əlaqəli qraf nədir? Əlaqəli qraf deyir ki, təpələri yollarla bir-biri ilə əlaqələndirmək mümkündürsə, bu əlaqəli qrafdır. İndi siz, məsələn, mənim çəkdiyim nümunədə A ilə Y-ni əlaqələndirə bilmirsiniz axı. Deməli, onda bu əlaqəli deyil, əlaqəsiz qrafdır. Və əlaqəsiz qrafda məsələn dövrə ola bilər. Bu yanlışdır. Ağacda təpələrin sayı tillərin sayına bərabər olmaz. Bu tamamilə yanlışdır. İxtiyari ağac strukturunda təpələri və tilləri sayın heç vaxt ağacda təpələrin sayı tillərin sayına bərabər olmaz. Deyir ki, qrafda təpələrin sayı tillərin sayına bərabər ola bilər. Bəli, məsələn, bu hissəni müstəqil bir qraf kimi düşünsəniz, 3 dənə təpə var, 3 dənə til var. Yəni, bərabər ola bilər. Ağac dövrəsiz, bəli, ağac belə deyək də, modelində heç zaman dövrə olmur. Niyə? Çünki struktur iyerarxiyadır. Burada bir də doğru cavabımız olur 5. 18-ci sualda cavabımız B variantı. 19-da nə deyir? Qonşuluq matrisinə əsasən A təpəsindən Y təpəsinə neçə müxtəlif yol olduğunu müəyyən edin. Hər təpədən ən çox A təpəsindən Y təpəsinə. Hər təpədən ən çox bir dəfə keçmək olar. Biz bunun A-dan Y-yə getmək üçün A təpəsindən Y təpəsinə neçə müxtəlif yol olduğunu müəyyən edin. Gəlin biz bunun qrafını çəkək də. Burada yer balacadır deyə mən bunu Paint-ə atıram. Bir dəqiqə bütöv ekran paylaşaq. Aha. Gələk bunu ataq Paint-ə. Deməli belə. A-dan, A təpəsindən Y təpə, bir də baxım sualın şərtində nə deyirdi? Qonşuluq matrisinə əsasən A təpəsindən Y təpəsinə neçə müxtəlif yol olduğunu müəyyən edin. Baxaq. Deməli, biz gəldik. A təpəsidir. A təpəsindən B təpəsinə yol var və bir də A təpəsindən C təpəsinə yol var. Başqa digər təpələrə yol yoxdur. B-dən A-ya yol var. B-dən C-yə yol yoxdur. B-dən D-yə və Y-yə yol var. Onda mən buradan gəlib D, buradan da gəlib Y qeyd eləsəm, B-dən D-yə və bir də B-dən Y-yə yollar var. Sonra C-dən A-ya yol var və C-dən də D-yə və Y-yə yol var. C-dən də D-yə də yol var, Y-yə də yol var. Sonra gəldik, baxdıq. D-dən isə B və C, bir də F-ə yol var.
D-dən F-ə yol var. Sonra Y-dən B-yə, C-yə, Y-dən də F-ə yol var. F-dən də sadəcə D-yə və Y-yə yol var. Yəni biz verilmiş matris əsasında qraf qursaq, qrafımız bu şəkildə olacaq. Deməli bizdən hardan hara qədər istəyirdi yolların sayın? A təpəsindən Y təpəsinə neçə müxtəlif yol ilə yol olduğunu müəyyən edin. A-dan Y-yə. Deməli mən A-dan Y-yə nətər gedə bilərəm? A-dan B-yə gedə bilərəm, B-dən Y-yə gedə bilərəm. A-dan C-yə gedə bilərəm, C-dən Y-yə gedə bilərəm. A-dan A-dan C-yə gedərəm, C-dən D-yə gedərəm, D-dən A-dan C-yə, C-dən D-yə, D-dən F-ə, F-dən Y-yə gedə bilirəm. A-dan C-yə gedə bilirəm, C-dən D-yə gedərəm, D-dən B-yə gedərəm, B-dən Y-yə gedərəm. Daha sonra A-dan B-yə gedərəm, B-dən D-yə gedərəm, D-dən F-ə gedərəm, F-dən Y-yə gedərəm. Ondan sonra A-dan B-yə, B-dən D-yə, D-dən F-ə. A-dan B-yə gedərəm, B-dən D-yə gedərəm, D-dən C-yə gedərəm və C-dən də Y-yə gedərəm. Neçə dənə yol yazdıq? 1, 2, 3, 4, 5, 6 dənə yol qeyd eləmişik. Gəlib baxırıq 19-cu suala. Cavabımız olasıdır bizdə D variantı. 20-ci sualda nə deyir? Deyir ki, çəki matrisinə əsasən qraf haqqında doğru ifadələri müəyyən edin. Nə deyir? Deyir ki, deyir ki, əlaqəli qrafdır. Deməli, əlaqəli qraf dediyim kimi bütün təpələri yollar vasitəsilə bir-biri ilə əlaqələndirmək mümkündürsə, buna əlaqəli qraf demək olar. Onda biz bunun yəni əlaqəli qraf olduğundan əmin olmaq üçün mütləq gərək bunun qrafını seçək baxaq. İndi mən bunun qrafını qurmağa çalışacağım burada. A-dan B-yə və A-dan D-yə yol var. Daha sonra B-dən A-ya, B-dən C-yə, daha sonra B-dən D-yə, B-dən D-yə və bir də B-dən Y-yə yol var. C-dən B-yə yol var. C-dən Y-yə yol var və bir də C-dən F-ə yol var. C-dən F-ə yol var. D-dən B-yə yol var, A-ya yol var və bir də D-dən F-ə yol var. Y-dən C-yə yol var, B-yə yol var və F-dən də C-yə yol var və bir də F-dən də D-yə yol var. Deməli, burada hər hansısa bir yerdə kəsinti yoxdur. Yəni, bu qrafa əlaqəli qraf deyə bilərsiniz. Bir doğru. Yönəldilmiş qrafdır, diqrafdır. Diqraf olması üçün şərt nədir? Deyir ki, əgər bütün tillər qövsdürsə, yəni tillərin istiqaməti varsa, tillərin istiqaməti olsaydı, gərək bu baş diaqonala nəzərən simmetriya olmayaydı. Amma bunun baş diaqonalına nəzərən simmetriyası var. Birinci sətri birinci sütuna, ikinci sətri ikinci sütuna, üçüncü sətri üçüncü sütuna köçürübdür. Diqraf da diaqonalın bir tərəfində verilənlər qeyd olunur. Bu biri tərəflərdə, yəni istiqamət yalnız bir istiqamətədir. Yəni bu biri tərəflərdə çəki olmalı deyildi. Deməli bu diqraf deyil. Yəni tillər var təpələr arasında, qövslər yoxdur. Deyir ki, Y təpəsi D və F təpələrinə tillə birləşir. Y təpəsi nə D-yə, nə də F-ə tillə birləşmir. Belə deyir, bu qraf buradadır da, D ilə də birləşmir, F ilə də birləşmir. 3 yanlışdır. Qrafda yalqız təpə var. Yalqız təpə nədir? Kənarda bir yerdə olsun. Heç bir təpə ilə əlaqəsi olmasın. Yalqız təpə görmürəm mən burada. Qrafda dövrə var. Yəni, baxın, qrafda yəni, kifayət qədər dövrələr qeyd eləmək olar. Yəni, bu da doğrudur. Sualımızın cavabı 20-də olur. Y variantı 1 və 5. Deyir ki, qonşuluq matrisinə uyğun qrafın əlaqəsiz olması üçün hansı təpələri birləşdirən til olmamalıdır? Deməli, mən burada gəlib bunun qrafını çəkəsiyəm. Yəni, baxmalıyam ki, mən hansı tili silsəm, bu qraf əlaqəsiz olacaq. Ona görə də burada yer balacadır deyə. Elə buradan çalışaq çəkək. Deməli, bu A təpəsini qeyd edirəm. A təpəsindən B-yə yol var. A təpəsindən C-yə yol var. B-yə və C-yə.
B'dən A'ya yol var, B'dən C'yə yol var. B'dən A'ya, B'dən C'yə. C'dən A'ya, B'yə yol var və bir də C'dən D'yə yol var. C'dən D'yə. Aha. D'dən C'yə yol var. Bir də Y'yə və F'ə yol var. Gəldik, Y və F'i qeyd elədik. Y'dən D'yə bir də F'ə yol var. Y'dən D'yə F'ə yol var. F'dən də D'yə Y. Deməli bizim qrafımız bu şəkildədir. İndi bunun əlaqəsiz olması üçün mən məsələn elə gəlib baxıram, bax bu CD arası var ha. Bu CD arasındakı əlaqəni silsəm, qrafım əlaqəsiz qraf olacaq. Çünki bütün təpələri yollarla bir-biri ilə əlaqələndirə bilməyəcəm. Mən A təpəsindən F təpəsinə necə gedəcəm? Elə məndən də deyir ki, olmaması üçün, əlaqəsiz olması üçün hansı təpələri birləşdirən til olmamalıdır? CD təpəsini birləşdirən til olmasa, bu artıq əlaqəsiz qraf olacaq. 21-ci sualda cavabımız A variantı. 22-ci sualda nə deyir? Deyir ki, 1, 3, 5, 10 kiloqramlıq qablarda gavalı, albalı, çiyələk və əncir mürəbbələri saxlanılır. Qabların ikisi dolabda, ikisi stolun üstündədir. Deməli, bizdə qablar bir stolun üstündədir, bir də dolabdadır. Stolun üstü və dolab. Deməli, bizə nə deyir? Deyir ki, məlumdur ki, albalı mürəbbəsi dolabda deyil. Dolabda deyilsə, onda albalı stolun üstündədir də. Sonra deyir ki, çiyələk mürəbbəsi dolabda 3 kiloqramlıq qabda olan mürəbbənin yanındadır. Deməli, çiyələk dolabdadır. Çiyələkdən əlavə bir dənə də başqa mürəbbə var. Həmin mürəbbə 3 kiloqramlıq qabdadır. Deyir ki, əncir mürəbbəsi ən böyük qabdadır. Deməli, dolabda çiyələk var. Əncir dolabda ola bilməz. Çünki burada əncir ən böyük qabdadırsa, əncir mürəbbəsi stolun üstündədir və ən böyük qabda 10 kiloqramlıqdır. Bu da oldu 10 kiloqram. İndi gəldik, baxdıq, deyir ki, ən kiçik qab stolun üstündədir. Deməli, ən kiçik qabda stolun üstündə cəmi 2 dənədir də. Çünki demirdi, ikisi qabda, ikisi dolabda, ikisi stolun üstündədir. Ən kiçik qabın da kütləsi nə qədərdir? 1 kilodur. Bu 1 kilodursa, onda ikisi stolun üstündə bəllidirsə, çiyələkdən başqa dolabda bir də hansı mürəbbə qalır? Gavalı qalır. Bizdən də gavalının hansı qabda və harda yerləşir? Gavalı 3 kiloqramlıq qabda və dolabda yerləşir. Deməli, 22-ci sualda doğru cavabımız A variantı olar. Sonra gəldik, baxdıq növbəti suala. Deyir ki, turist A məntəqəsindən birbaşa C məntəqəsinə, oradan birbaşa D məntəqəsinə, növbəti gün D məntəqəsindən birbaşa D məntəqəsinə, oradan da birbaşa F məntəqəsinə getmişdir. Və sonra nə deyir? Deyir ki, F məntəqəsi ilə birbaşa əlaqəsi olan Y məntəqəsindən, F məntəqəsindən birbaşa əlaqəsi olan burada bir Y məntəqəsi var. Və deyir ki, Y məntəqəsindən B və C məntəqələrinə də B-yə və bir də C-yə birbaşa yollar var. Deyir, bu sxema uyğun olaraq turist F məntəqəsindən A məntəqəsinə neçə yolla gedə bilər? F məntəqəsindən A məntəqəsinə neçə yolla qayıda bilər? Deməli, turist məsələn F-dən A-ya qayıtmaq üçün hansı yoldan istifadə edə bilər? F-dən Y-yə keçə bilər, Y-dən C-yə keçə bilər, C-dən A-ya keçə bilər, bir yoldur. F-dən Y-yə keçə bilər, Y-dən B-yə keçə bilər, B-dən D-yə keçə bilər, B-dən D-yə keçə bilər, D-dən C-yə keçə bilər, C-dən A-ya keçə bilər, F-dən Y-yə, Y-dən B-yə, B-dən D-yə, D-dən C-yə, C-dən A-ya. Sonra bir də F-dən B-yə, B-dən D-yə, D-dən C-yə, C-dən A-ya keçə bilər. Başqa hansı üsulla keçə bilər? Deməli, F-dən Y-yə, Y-dən C-yə, C-dən A-ya, F-dən B-yə, B-dən D-yə, D-dən C-yə, C-dən A-ya yazmışıq. Başqa bir hal qalırmı? Başqa bir hal məncə bizdə F məntəqəsindən A məntəqəsinə gedir. Hə, bir də belə də gedə bilər. Bir yol qalıbdır. F-dən B-yə gedə bilər. F-dən B-yə. B-dən Y-yə, Y-dən C-yə, C-dən A-ya gedə bilər. Məncə başqa hal yoxdur. 1, 2, 3.
4 dənə yolla qayıda bilər. 23-cü sualımızın cavabı. 24-cü sualda deyir ki, qrafın A təpəsindən N təpəsinə gedən müxtəlif yolların sayını müəyyən edin. Deməli, A-dan N-ə gedəcək yolları deyir ki, müəyyən edin. A-dan N-ə birbaşa getmək olar. Sonra A-dan B-yə gəlib, A-dan B-yə gəlib, B-dən N-ə getmək olar. Daha sonra A-dan D-yə gəlib, D-dən B-yə gəlib, B-dən N-ə getmək olar. Daha sonra A-dan B-yə, B-dən C-yə, daha doğrusu A-dan D-yə, D-dən C-yə, C-dən B-yə, B-dən də N-ə getmək olar. Başqa üsul burada da. Ancaq bu üsullarla A-dan bu D-dir. A-dan D-yə, D-dən C-yə, C-dən B-yə, B-dən N-ə. Başqa halımız qalır. Başqa hal yoxdur. Burada da 24-cü sualda da cavabımız olacaq 4. Deyir ki, Səlimə, Səməd, Elnur və Elmir Bakı Dövlət Universitetinin 1-ci, 2-ci, 3-cü və 4-cü kurslarında təhsil alırlar. Deməli, 1-ci kurs, 2-ci kurs, 3-cü kurs və bir də 4-cü kurs. Nə deyir bizə? Deyir ki, məlumdur ki, Səməd təhsilin ilk ilində, Elnur isə təhsilin son ilində deyil. Deməli, Səmədlə Elnur 1-ci, 4-cü kurslarda oxumurlar. Yəni, əvvələ və sona qoya bilmərəm. Səməd təhsilin ilk, daha doğrusu Səməd 1-ci kursda, Elnur da sonuncu kursda deyil. Deyir ki, Elmir Universitetdə Elnuru artıq 3-cü ildir ki, tanıyır. Deməli, Elmir Universitetdə Elnuru 3-cü ildir. Yəni, Elnur artıq 3 ildir universitetdə var. Onda Elnur 3-cü kursa qoyuram. Elnur. Elmirin Elnuru 3 il tanıması üçün gərək Elmir daha çox olsun universitetdə də. Yəni, Elmir daha böyük kursdur. Onda Elmiri gətirib 4-cü kursa qoyuram. Elmir artıq 3 ildir ki, Elnuru tanıyır. Yəni, 3 ildir universitetdə Elnuru görür. Elnur da 3 il oxuyub deməli universitetdə. İndi gəldik, baxdıq. Onda bizə nə deyirdi? Səməd də təhsilinin ilk ilində deyilsə, Səmədi qoymalıyam 2-yə. Onda Səlimən neçə qalır? Səliməni də gətirib qoymalıyam 1-ə də. Məndən də nə soruşur? Səlimə neçənci kursda təhsil alır? 1-ci kursda 25-ci sualımızın cavabı. Nə deyir bizə? Çəki matrisinə görə yönəldilmiş qraf bilirik ki, təpələr tillərlə yox, qövslərlə əlaqələnir. A təpəsindən D təpəsinə gedən ən qısa yolu müəyyən edin. Deməli, bunun üçün nə edirik? Bunun üçün gəlib, bunun A-dan D-yə ən qısa yol deyirsə, bunun gəlib qrafın. Buraq daha aydın görək. Bunu buradan kəsək, ataq digər tərəfə. Kəsdi atdıq digər tərəfə. Şəklimiz hara düşdü bizim? Düşmədi. Onda ki, yaxşı kəsməmişik biz bu şəkli. Bir də kəsək. Deməli, belə. Mən bunun qrafını qursam, A-dan B-yə. A-dan B-yə yolun uzunluğu 12. A-dan C-yə. A-dan C-yə. Bura yazdım 12. A-dan C-yə yolun uzunluğu 15. 15. Daha sonra A-dan D-yə. A-dan D-yə. A-dan D-yə. Buradan qeyd edək. A-dan D-yə. Yolun uzunluğu 16. Və bir də A-dan Y-yə. A-dan Y-yə. A-dan Y-yə də yolun uzunluğu 11. İndi baxıram ki, B-dən C-yə yol var. B-dən C-yə. Özdə bunları mən oxlarla göstərməliyəm ki, yəni istiqamət bir istiqamətdir. B-dən C-yə. B-dən C-yə yolun uzunluğu 10. Daha sonra B-dən D-yə. B-dən D-yə yolun uzunluğu 5. B-dən D-yə yolun uzunluğu 5. Və B-dən Y-yə, B-dən də Y-yə yolun uzunluğu 9. İndi C-dən D-yə yol var 17. Vay, qrafımız çox qarışıq oldu. Və bir də Y-dən D-yə yolun uzunluğu var. Y-dən D-yə də yolun uzunluğu 4. İndi mən
A'dan D'ye, A'dan D'ye yolun en kısa yolum deyirdi də. Bir dənə sualın şərtinə bir də baxaq. Mouse'umu işləmədim. Aha. Nə deyirdi bizə? A'dan D'ye en kısa yolun uzunluğunu istəyirdi. Bəli. Deməli, mən A'dan D'ye gedən yolları yazıram. A'dan B'ye gedərəm, B'dən D'ye gedərəm. 12 buradır, 5 də buradır. Bu mənə verəcək 17. 17. Daha sonra A'dan D'ye birbaşa gedə bilərəm. Burada da yolun uzunluğu olacaq 16. A'dan D'ye birbaşa yolun uzunluğu 16'dır. Daha sonra A'dan Y'ye gedib, Y'dən D'ye gedə bilərəm. 11 buradadır, 4 də buradadır. Burada yolun uzunluğuna gəlib alıram 15. Qalan bütün hallar yəqin ki, böyük olacaq. Elə ən kiçik yolun uzunluğu 15 olacaq. Çünki A-dan B-yə 12-dir, B-dən C-yə 10, 22 eləyir. Yəni, məsələn, A, B, C, D-ni yoxlamağa dəyməz. A-dan C-yə, C-dən D-yə yoxlamağa dəyməz. 15, 17, 15-dən böyük eləyir. A-dan B-yə, B-dən Y-yə, Y-dən D-yə. Yəni, burada ən qısa yolun uzunluğu elə 15 olasıdır. Çünki elə qrafa baxanda görünür ki, ən qısa yol 15 olar. 26-cı sualda cavabımız olur 15. Sonra gəldik, baxdıq 27-ci suala. Statik model və dinamik model. Statik model nə idi? Zamana görə dəyişməyən. Dinamik model nə idi? Zamana görə dəyişən. Deməli, burada deyir ki, statik model, kimyəvi birləşmənin formulu. Hər hansı kimyəvi birləşmənin formulu dəyişən model deyil. Yəni, bu dəyişməyəndir. Bu statikdir. Biri ilə A-nı götürürük. Video çəkiliş edən pilotsuz uçan aparat. Burada söhbət video çəkiliş edən pilotsuz uçan aparat. Bu hər hansısa bir model deyil. Burada sadəcə hərəkətin dəyişməsi var. Bu variantı saxlayıram hələ ki. Çünki bu nəyinsə bir modeli deyil də. Kimyəvi birləşmənin formulu. O sabit bir şeydir. Onun dəyişməsindən söhbət gedə bilməz. Amma burada video hər hansısa bir video çəkiliş edən pilotsuz uçuş aparat. Bunu saxlayıram. Boruda təzyiqin dəyişməsini hesaplayan proqram. Boruda təzyiq sabit deyil, artıb azala bilər. Yəni bu yəni proqramın göstəricisi də dəyişəcək. Proqramın göstəricisi dəyişirsə, bu dinamik model olur. Sonra gün ərzində nisbi rütubətin dəyişikliyini. Nisbi rütubətlər gün ərzində dəyişirsə dinamikdir. D-ni də bura əlavə edirik. Kitabın mündəricatı, amma statik. Mündəricat dəyişmir. Amma video çəkiliş eləyən pilotsuz uçan aparat bu hər hansısa bir model deyil də. Yəni, bunun statikliyi, dinamikliyi müzakirə oluna bilməz. Elə bunu bir ayı 2 CD kimi saxlaya bilər 27-ci sualda. Nə deyir? Deyir ki, çəkili qrafda bütün dövrələri müəyyən edərək uzunluqları ilə bircə ifadə edin. Və burada bizə nümunədə veribdir. Bu sual baxaq, hansı deməli A, B, C, A. A'dan B'ye 4, B'den C'ye 5, C'den A'ya 11. Toplam bu elədi 20. Sonra A, D, C, A. A, D, C, A. A'dan D'ye 4, 7. 4, 7 nə eləyir? 11. 11 də burada 22. Ondan sonra məsələn nəyə götürə bilərəm? A, B, C, D, A-nı. A, B, C, D, A. Bu A, B, C, D, A da A, B, 4, 5, 9, 7, 16, 4 da burada 20. Ondan sonra nəyi götürə bilərəm? YSD-ni götürə bilərəm. YSD. YSD də 7, 3, 10, 8 də burada 18. Yəni YSD deyəndə YSD bir də bura Y yazmalıyıq da, yəni özünə qayıtmalıdır. Bu eləyəcək 18. Ondan
Ondan sonra nəyi götürə bilərik? 1, 2, 3, 4. Burada hələ dövrlər qalıbdır. A, məsələn, C, Y, A'dan S'yə, S'dən Y'yə, Y'dən D'yə, D'dən A'ya qayıda bilərəm. A'dan S'yə 11, S'dən Y'yə 3, 14, Y'dən D'yə 8, 22, 22. D'dən də A'ya 4, 26. Burada gəlib olur 26. Ondan sonra bir də nəyi götürə bilərəm? Bir də A, B, C, Y, D, A götürə bilərəm də. A, B, C, Y, D və təzədən A'ya qayıda bilərəm. Bu da mənə nə verəcək? 4, 5, 9, 9, 3, 12, 12, 8, 24 da burada 24. Başqa bir halımız qalır burada. A, D, C, Y, A, C, D, Y, A, C, A, C, D, Y, onu götürə bilmirəm. Elə burada 1, 2, 3, 4, 5, 6 hal görünür. 6 halda qeyd elədik və ölçülərini yazdıq. İndi ola bilər, məncə nəzərimizdən çıxan bir şey qalmıyor. Belə buradakı kimidir. Burada nə deyir bizə? Qonşuluq matrisinə görə qraf informasiya modelini qurun. Deməli, gələk burada elə bunun bu həllini buradan sağ tərəfdən yazacağım. Modelin quranda. Deməli, baxıram. A-dan B-yə bizim istiqamətimiz var. A-dan B-yə. Ondan sonra A-dan C-yə istiqamətimiz var. Daha sonra A-dan D-yə istiqamətimiz var. A-dan B-yə, C-yə, D-yə. Sonra B-dən A-ya bəllidir. B-dən Y-yə və F-ə istiqamət var. Gəldik buradan Y və F qeyd eləsək, B-dən Y-yə və B-dən F-ə istiqamət var. Sonra gəldik C-dən. C-dən A-ya istiqamət var idi. Bir də C-dən də Y-yə, F-ə istiqamət var. C-dən Y-yə, C-dən F-ə. Daha sonra D. D-dən A-ya, D-dən Y-yə və F-ə. Yenə D-dən Y-yə və D-dən F-ə istiqamətlər qeyd olundu. İndi Y-dən B-yə istiqamət var idi. Y-dən C-yə istiqamət qeyd olunubdur. Y-dən D-yə istiqamət qeyd olunubdur. B-dən F-ə istiqamət qeyd olunub. F-dən C-yə istiqamət qeyd olunub. F-dən B-yə istiqamət qeyd olunub. Bax, bu J-ni də görürsünüz. Bu da yalqız təpədir. Çünki bu J-nin də bütün əlaqələri 0 verilibsə, deməli bu yalqız təpədir. Bu da olur 29-cu sualımızın izahı. İstəsəz təbii ki, daha səliqəli çəkə bilərsiniz. Deməli, burada bizə nə deyir? A təpəsindən D təpəsinə hər təpədən ən çoxu bir dəfə keçməklə gedən bütün müxtəlif yolları ağac informasiya modeli vasitəsilə qeyd edin. Deməli, biz burada ağac çəkməliyik. Yəni, verilmiş bu qrafı ağac formasında təsvir eləməliyik. Deməli, onda nə deyirik? Birinci, A təpəsindən D-yə. Bax, mən A-dan D-yə birbaşa gedə bilərəm. Əgər A-dan B-yə getsəydim, B-dən D-yə gedə bilərdim. Bu belə. Ya da ki, A-dan B-yə getsəydim, B-dən C-yə keçib, C-dən D-yə gedə bilərdim. Eyni şəkildə A-dan C-yə keçsəydim, C-dən D-yə gedə bilərdim. Ya da ki, A-dan C-yə keçsəydim, C-dən B-yə keçib, B-dən D-yə keçərdim. Yəni, bu da belə. Bu verilmiş qrafın ağac modelidir. Belə yoldaşlar, biz sizlə modelləşdirmə bölməsinə aid olan bu sınaqda bütün sualların hər birinin izahını verdik. Ümidvaram ki, hər biriniz üçün faydalı olar. Daha çox insanın bu videolardan, daha çox abituriyentin, daha çox informatika öyrənmək istəyən şəxslərin bu videodan xəbərdar olub faydalana bilməsi üçün kanalımıza abunə olun, fikirlərinizi videoya bildirin zəhmət olmasa və paylaşın ki, daha çox insan bunlardan yararlansın. Nə deyir? Deyir, bilik paylaşdıqca çoxalır. Diqqətinizə görə sağ olun, hələlik.